Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun, hər biriniz xoş gördük. Mən Mürsalova Cünlarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bu gün sizə yenidən MİQ və sertifikasiya qəbul tipli bir sınağı izah edəcəm. Əgər bu tipli sınaqlar sizə yararlıdırsa, o zaman videonu bəyənib paylaşmağı unutmayın. Sınaqlar imtahanda sizin yaxşı nəticə göstərməyinizə səbəb olacaq. Ən azı bir müəllim qəbul tipli sınaq işləyəndə və öz güclü, zəif tərəflərini aşkara çıxarda bilir. Daha sistemli şəkildə hazırlaşa bilir və əlavə olaraq nələrin üzərində qalmalıdır, hansı dərslərə daha çox diqqət etməlidir, onu bilmiş olur. Siz həftənin 4-cü günü və bazar günü MİQ səviyyəli, sertifikasiya səviyyəli suallar işləmək istəyirsinizsə, mütləq şəkildə kanalımıza abunə olmağı unutmayın. Gəlin vaxt itirmədən başlayaq sualların izahına. Deməli, birinci sualımız diaqramda göstərilən ölkələrin coğrafi mövqeyi, iqlimi və əhali sıxlığı ilə su ehtiyatları arasındakı əlaqəni izah edin. Su çatışmazlığı yaşayan ölkələrdə bunun sosial-iqtisadi təsirlərini və bu amillər arasında qarşılıqlı əlaqəni müəyyən edin. Bizdən təfəkkürü istəyir və taksonomiyanın növünü istəyir. Mütləq 2 sual taksonomiyadan qəbulda sizin qarşınıza çıxacaq. Həm sertifikasiyada, həm də MİQ müəllimlərinin qarşısına çıxmış olur. Gəlin görək bizə nə deyir? Bizə diaqramda bir neçə ölkə verilir və bu ölkələrin iqlimi, əhali sıxlığı, su ehtiyatları arasındakı əlaqələri izah etməliyik. Daha sonra su çatışmazlığı yaşayan ölkələrdə bunun sosial-iqtisadi təsirlərini, bu amillərin qarşılıqlı əlaqəsini də müəyyən etməliyik. Yəni, burada artıq anlamaqdan daha yuxarı bir səviyyəni sezmiş oluruq. Anlamaq deyəndə adi izahdır, sadə izah, sadə müqayisə, amma təhlil mərhələsi deyəndə isə biz artıq orada əlaqələri müəyyən edirik, qarşılaşdırırıq, təhlil edirik, analiz edirik və s. Ona görə də bizim burada cavabımız olacaq təhlil etmək və məntiqi təfəkkür. Deyirsiniz, niyə məntiqi təfəkkür oldu? Çünki bu düşünür. Məsələn, təhlil etmək məntiqi təfəkkürlə də yanaşı işlənə bilər. Tənqidi təfəkkürlə də. Bizim öz fikrimizi əsaslandırma, öz fikrimizi deyəndə, yəni əsaslandırma istəsəydi, seçimimizin izahını istəsəydi bizdən, o başqa məsələ. Amma mən nəyisə qarşılaşdırıramsa və yaxud da hər hansı bir əlaqə arasında səbəb-nəticə əlaqəsini tapa bilirəmsə, bu məntiqi təfəkkürə aiddir. Yadda saxlayın. Davam edirəm. Müəllim qiymətləndirmə rubrikini hazırlayanda aşağıdakı amillərdən ən çox nəyə diqqət etməlidir? Rubriklər şagirdlər tərəfindən hazırlanmalıdır ki, fəaliyyətlərində nəyə diqqət edəcəklərini dəqiq bilsinlər. Əziz müəllimlər, düzdür, rubrikin hazırlanmasında şagird iştirak edə bilər, amma tamamilə şagirdə həvalə etmək olmaz. A səhvdir. Deməli, rubrikin müəllim tərəfindən hazırlanması qiymətləndirmənin obyektivliyini artırır. Belə deyə bilərik də, müəllim tərəfindən də hazırlana bilər, yəni şagirdlər də burada iştirak edə bilər. Ona görə B-ni də götürmürəm. Rubrikin yalnız yazılı işlər üçün hazırlanması fikri də səhvdir. Ən üstün cəhəti yüksək potensiallı uşaqları qiymətləndirməkdir. Bu fikir də doğru deyil. Amma Y variantında meyarları ətraflı, konkret şəkildə təsvir etmək, şagirdlər öz işlərini qiymətləndirəndə də onların inkişafı üçün ən mühüm amil olmuş olur. Rubrik təlimə ədalətlilik gətirir, bərabərlik, obyektivlik, şəffaflıq gətirir. Müəllimin vaxtına qənaət etmiş olur. Şagirdlər tənqidi təfəkkürü, metakognitiv bacarıqları formalaşdıra bilir. Rubrik həm müəllim tərəfindən, həm də ikisi müəllim və şagird tərəfindən hazırlansa daha yaxşı olar. Şagirdlər hansı fəaliyyətləri icra edəcəklərini daha yaxşı bilmiş olarlar. 3-ə baxıram. Müəllim şagirdlərə süni intellektin təhsildə istifadəsi mövzusunda müxtəlif mənbələr təqdim edir və bu texnologiyanın öyrənmə keyfiyyətinə təsirini müxtəlif meyarlar üzrə qiymətləndirərək əsaslandırılmış fikir bildirməyi tapşırır. Verilmiş tapşırığa əsasən inteqrasiyanın, təfəkkürün növünü tapın. Burada mən Azərbaycan dili fənnini qeyd etmişəm. Çünki inteqrasiya sualını fənn olmadan istifadə etmək olmaz.
İnteqrasiya sualı hər müəllimin öz fənninə uyğun düşəcək. Əgər inteqrasiya suallarını düz yazmaq istəyirsinizsə, o zaman fən daxili, fənlər arası, fənn üstü inteqrasiyanın nə demək olduğunu bilin və məzmun xəttlərini də əlavə olaraq mütləq şəkildə hər bir müəllim öz fənninin məzmun xəttini öyrənmiş olsun. Məsələn, hal-hazırda mən burada Azərbaycan dili fənnini qeyd etmişəm. Azərbaycan dilinin 4 məzmun xətti var. Dinləmə, oxuyub anlama, yazı və dil qaydaları məzmun xətti. Burada bizə nə deyir? Deyir ki, müəllim şagirdə bir fikir bildirməyi tapşırır. Bu fikir zamanı şagirdlər hansı təfəkkürdən və belə deyim, idraki sahənin hansı mərhələsindən istifadə edəcək. Həmçinin inteqrasiyanı da bizdən istəyir. Süni intellekt isə şagird öz fikrini bildirəcəksə, bu dinləyib anlamadır. Nəyə görə? Çünki şagirdə təqdim olunmuş fikirlər əsasında şagird öz fikrini ifadə edir. Yəni fikrini ifadə edəcək. Fənlər arası inteqrasiya var Azərbaycan dili ilə informatika arasında. 2 məzmun xətti olmadığına görə mən burada fən daxili inteqrasiya götürmürəm. Yəni Azərbaycan dilinin bir məzmun xətti var burada. Əsaslandırılmış fikir deyəcək. Başqa bir məzmun xətti yoxdur burada. Əlavə olaraq şagird öz fikrini deyəcəksə, bu da tənqidi təfəkkür və dəyərləndirmək mərhələsinə aiddir. Çünki meyarlar üzrə nəyisə qiymətləndirəcək. Meyarlar üzrə nəyisə qiymətləndirmək də tənqidi təfəkkür və dəyərləndirmək mərhələsinə aiddir. 3-də B variantı. Davam edirəm. Burada 3-cü sualda düşməyib. Deməli, 5-ə baxaq. Aşağıdakı rəylərdən biri effektiv deyil. Mövzuya uyğun fikirlər irəli sürmüsən. Yazında arqumentləri əsaslandırmısan. Lakin nəticə hissəsi zəif qurulub. Nəticəni daha ümumiləşdirici və güclü ifadələrlə yekunlaşdırmağa diqqət et. Müsbətdir. Əvvəlində müəllim şagirdə müsbətini deyir və belə deyək, fəaliyyətində nəsə bir zəiflik varsa, onu da şagirdə həssaslıqla çatdırıram. İstiqamət də vermiş oluram. A düzdür. Bizdə nə istəyir? Düzgün olmayanı. Tapşırıqları müstəqil şəkildə icra etməyə bacarığın var. Sinif yoldaşlarınla da birgə öyrənməyə maraq göstərsən, sosial bacarıqlarının inkişafı üçün faydalı olacaq. Müsbət rəydir, negativ yoxdur burada. Əhsən, məlumatları qrafik və sxemlər vasitəsilə təqdim edirsən. Bu zaman informasiyanın bir-biri ilə əlaqəsini müəyyənləşdirə bilirsən. Burada da yenə mənfi yoxdur. Mənfi yoxdur deyəndə ki, yəni müəllim rəyi verəndə qırıcı sözlərdən, inkar sözlərdən istifadə etməməlidir. Fikrini ifadə edə bilirsən, təqdimatında bəzi məqamlar qarışıqdır. Buna baxmayaraq sən bacarıqlı şagirdsən, afərin. Bəli, D variantı bizim səhv variantımızdır. Hansı məqamlar qarışıq idi, onu müəllim demədi. Üstəgəl müəllim bir növ şagirdin elə bir şəxsiyyətinə rəy vermiş oldu. Sən bacarıqlı şagirdsən, olmaz. Y variantına da baxaq. Yazında müxtəlif baxış bucaqları təqdim etmirsən, bu tənqidi yanaşmanı göstərir. Gələcəkdə faktlardan da istifadə etsən, arqumentlərin daha inandırıcı olacaq. Görürsünüz, burada məsələn, müəllim bu hissənin müsbətini dedi. Daha sonra gələcəkdə nə etməlisən? Onun üçün də sənə bir yol göstərdi və yenə də istiqamət verdi. Rəy hissəsi sertifikasiya müəllimlərinə hər il 100% bir sual düşür. MİQ müəllimlərinə də düşə də bilər, düşməyə də bilər. Amma yadda saxlayın ki, əgər biz doğru rəyi tapmaq istəyiriksə, o zaman rəyimizdə inkar olmamalıdır. Sonu inkarla bitməməlidir və şagirdin əgər fəaliyyəti dəqiq şəkildə təsvir olunmayıbsa, o da bizim səhv rəyimizdir. Elə buradakı kimi D variantında. Təqdimatında bəzi məqamlar qarışıq idi. O məqamları müəllim dəqiq həmin aspektləri vurğulamalıdır ki, nə qaranlıq idi. Yəni ona görə biz o rəyi doğru rəy hesab etmirik. Davam edirəm. Deməli, bizə situasiya və qiymətləndirmə prinsipi verilib. Biz tapmalıyıq, nə istəyir bizdən. Qiymətləndirmə, deyir, yəni uyğunluğu tapın, hansı fikirlər doğrudur.
Müəllim şagirdlərə layihə işindən öncə qiymətləndirmə meyarlarını təqdim etmədən fəaliyyətə cəlb edir. Bəli, bax bu şəffaflığın pozulmasıdır. Çünki biz bilirik ki, deməli, qiymətləndirmənin şəffaflıq, validlik, obyektivlik, etibarlılıq, ədalətlilik kimi prinsipləri var. Şəffaflıq odur ki, müəllim əvvəlcədən şagirdin nə edəcəyini ona şəffaf şəkildə bildirməlidir. Şagird bilməlidir ki, o hansı meyarlar əsasında qiymətləndiriləcək. Biri götürürəm. Müəllim şifahi cavab zamanı şagirdin əvvəlki uğurlarını nəzərə alaraq ona daha yüksək bal verir. Bax, bu validlik deyil, obyektivliyin pozulmasıdır. 2-nin üstündən xətt çəkirəm. Müəllim tədris ilinin əvvəlindən həmişə sakit olan Turalın nəticəsini yoxlayanda bu şagird zəifdir düşüncəsi ilə ona real nəticədən aşağı bal yazır. 3-ü götürürəm, çünki bəli, müəllim burada obyektivliyi pozdu. Öz subyektiv qərarına əsasən şagirdi qiymətləndirdi. Müəllimin subyektiv yox, obyektiv fikri lazımdır dərs zamanı. Müəllim şagirdlərə mətn üzrə əsas fikri müəyyən etməyi tapşırır, lakin qiymətləndirmədə yalnız orfoqrafik səhvləri nəzərə alır. Baxın, bu da etibarlılığın pozulması deyil. Etibarlılıq nə idi? Şagirdin nəticələrində kəskin, belə deyək, əgər aşağı düşmə varsa, kəskin dəyişmə varsa, bu etibarlılığın pozulması idi. Deməli, əsas fikri müəyyən etməyə tapşırıram. Amma qiymətləndirmədə orfoqrafik səhvləri nəzərə alıram. Bu da nəyin pozulması? Şəffaflığın. Başqa şey vermişdin şagirdə, amma qiymətləndirmə zamanı tamamilə başqa bir məsələni qiymətləndirmiş oldun. 6-da C variantı. Davam edirəm. Venn diaqramında uyğunluq gözlənilmişdir. Deməli, Bloom kubu məsələyə müxtəlif cəhətlərdən nəzər salmaq, bəli, müxtəlif istiqamətli suallar hazırlamaq olur, müxtəlif məqsədli suallar hazırlamaq olur. Bloom kubunda həm yuxarı təfəkkür səviyyəsi, həm aşağı təfəkkür səviyyəsinə aid suallar hazırlamaq olur. Mövzuya giriş üçün şagirdlərin diqqətini çəkmək üçün sual qoymaq. Bu təbii ki, Bloom kubunda yoxdur. Gəlin sinif künclərinə baxaq. Söz analizi aparmaq, söz ehtiyatı yaratmaq Freyer modelindədir. Müxtəlif cinsli elementlərin birləşməsi mənasını verir. Deməli, müxtəlif cinsli elementlərin birləşməsi mənasını verir. Bu sinektikaya aiddir, sinif künclərinə aid deyil. Əsaslandırma bacarığı bəli, hər ikisində var. Bloom kubunda da var, sinif künclərində də var. A variantı bizim doğru variantımızdır. D variantı da aksiyona aid olduğuna görə götürmürük. 1.7-də A variantı. Yəni sinif künclərinin altında olan heç bir şey ona uyğun olmadığı üçün götürmədik. Müəllim sinifdə aktual sosial mövzu ətrafında iş təşkil edir. Şagirdlər 2 fərqli baxış bucağı üzrə qruplara ayrılır. Bir qrup mövzunun bir tərəfini əsaslandıran fikirlər və faktlar toplayır, digər tərəf isə alternativ baxış bucağını müdafiə edən dəlillər hazırlayır. Daha sonra hər qrup öz mövqeyini təqdim edir və qarşı tərəfin fikirlərini dinləyir. Arqumentlərin güclülüyünü əsaslandırmağa çalışır. Situasiyaya uyğun gəlməyən fikri müəyyən edir. Deməli, 8-də bizə nə deyir? Bir aktual qrup işi var. Mövzu ətrafında, aktual bir mövzu ətrafında uşaqlar fikirlər toplayır, faktlar toplayır, dəlillər hazırlayır, öz mövqelərini təqdim edirlər və arqumentlərin güclü olmasını əsaslandırmağa çalışırlar. Doğru olmayanı istəyir. Baxaq, bu fəaliyyət konstruktivist yanaşmaya əsaslanır və şagirdlərdə tənqidi düşünmə, arqumentdən istifadə, fərqli baxış bucaqlarını müqayisəli təhlil etmə bacarıqlarını inkişaf etdirir. A variantı düzdür. Konstruktivist yanaşma nədir? Şagird yönümlü yanaşmadır. Şagird biliyi özü araşdırır, toplayır və öyrənməyə meyilli olur. Bu fəaliyyət kommunikativ bacarıqların inkişafına yönəlib, doğrudur, idraki bacarıq da var, çünki təhlil edəcək, arqumentlər gətirəcək. Müzakirə xəritəsi fəaliyyəti şagirdlərin düşünməsini və təfəkkürün inkişafına səbəb olur. Bunu saxlayırıq. Tapşırıq şagird yönümlülüyün effektiv qurulduğunu, müzakirə qaydalarının düzgün tətbiqini və fəal dinləmə bacarığının formalaşdığını göstərir. D variantı da doğrudur.
İnteraktiv formada tədris olunan bu dərsdə şagirdlər bir-birindən öyrənmə imkanı qazanır. Bu da doğrudur. Çünki qarşı tərəfin fikirlərini, arqumentlərini dinləyəcəklər. Amma bu müzakirə xəritəsinə aid bir iş üsulu deyil. Baxın, bir qrup mövzunu əsaslandıran fikirlər, faktlar toplayır. Digər qrup isə alternativ baxış bucağını müdafiə edən dəlillər hazırlayır. Hər tərəf öz mövqeyini təqdim edir. Qarşı tərəfin fikirləri dinlənilir. Arqumentin güclü olması bu debat iş üsuluna aiddir. Yəni müzakirə xəritəsinə aid deyil. Ona görə 8-də səhv variantımız C variantıdır. Həm də baxın bura müəllimlər. İki fərqli baxış bucağı üzrə qruplara ayrılırlar. Biri hə deyən tərəf olur, biri yox deyən tərəf olur. Bu hansı iş üsulundadır? Debatda. Davam edirəm. Sorğu və araşdırma əsaslı öyrənmənin müsbət cəhətlərindən hansı yanlışdır? Əziz müəllimlər, qısa olaraq bir haşiyəyə çıxıram ki, bu hissə tələbələrə çətin gəlir. Təlim modellərini öyrənmək bəzən yorucu olur. Baxın, biz hansı təlim modelləri ilə tanışıq? Sorğu və araşdırma əsaslı, oyun əsaslı oyunlaşdırma təlim modeli, birbaşa tədrisdir, layihə əsaslı öyrənmədir, problem əsaslı öyrənmədir. Zəhmət olmasa bunların hamısını bir cümlə ilə qeyd edin. Sorğu və araşdırma əsaslı təlimdə şagird öyrəndiyini müəllim motivasiya qurur və bu motivasiyanı maraqlı qurmalıdır ki, şagird gedib araşdırmağa meyilli olsun. Şagird mövzunu araşdırır, təcrübədən keçirdir, gətirib təcrübəsini müəllimə təqdim edir. Burada yaradıcı təfəkkür yoxdur. Oyunlaşdırma və oyun əsaslı təlim modelində isə iki cümlə var. Əsas sizin belə deyim, yadda saxlamağınızı lazımdır. Deməli, oyun əsaslı təlim modelində 45 dəqiqənin hər dəqiqəsi oyun əsasında qurulur. Məsələn, buna rollu oyunu daxil edə bilərik və yaxud da biologiyadan müəllim hər hansı bir dərsi oyun üzərində quraraq izah edir. Bu, oyun əsaslı öyrənmədir. Oyunlaşdırma isə dərsin müəyyən bir hissəsinə inteqrasiyadır. Məsələn, dərsin bir 10-15 dəqiqəsini əhatə edir. Burada şagirdlərə əsasən biz xal və balla qiymətləndiririk. Bir yarış kimi düşünün bunu. Layihə əsaslı öyrənmə bu təlim modellərinin içərisində demək olar ki, ən yüksək təlim modellərindən biridir. Yüksək təfəkkürə yönəlik təlim modellərindən biridir. Orada əsasən şagirddə yaradıcı təfəkkür inkişaf edir və uzun müddət davam edir. Sonda mütləq şagird bir məhsul ortaya qoymalıdır. Yaradıcı məhsuldan söhbət gedir. Birbaşa tədris deyir ki, şagirdə dərsi elə keç ki, anlamadığı heç bir şey qalmasın. Addım-addım, hissə-hissə, başdan ayağa fasilitatorluğu müəllimdən tələb edir. Və problem əsaslı öyrənmə nədir? Problem əsaslı öyrənmə də düzdür. Yaradıcı təfəkkür burada problem həll etmə əsas rol oynayır. Amma problem həll etmə layihə əsaslı kimi uzun müddət vaxt tələb etmir. Bəzən ola bilər ki, məhsul qoyulmasın ortaya. Ola da bilər, olmaya da bilər və ən azı ortaya qoyulacaq məhsul daha yüksək təfəkkür, daha yüksək səviyyəli bir məhsuldan söhbət getmir problem həll etmədə. Məsələn, siz dərs zamanında nəsə hazırlayıb müəllimə təqdim edə bilərsiniz və yaxud da məhsul təqdim etməzsiniz, fikir irəli sürərsiniz. Bu problem həll etməyə aiddir. Layihə əsaslı öyrənmədə isə siz fikir irəli sürməklə qalmırsınız. Ya buna aid biz deyirik ki, layihə əsaslı öyrənmədə mütləq texnologiyadan istifadə etməlisən. Rəqəmsal bacarığın olmalıdır, mütləq. Ya maketmi, robotmu, plakatmı, nəsə çox güclü bir, yaradıcı bir məhsulu işin sonunda müəllimə təqdim etməlisiniz. Bunların fərqi budur. İndi bizdən sorğu və araşdırmanın müsbət cəhətini istəyir. Biz sorğu və araşdırma təlim modellərini son illər 5Y modeli, bunu daha çox informatika, biologiya, təbiət müəllimləri bəlkə görərlər metodik vəsaitlərində 5Y modelindən istifadə edərək həyata keçirdirik.
Bu yanaşma şagirdlərin hazır informasiyanı qəbul etməsinə və əməkdaşlığa əsaslanan fəaliyyətinə üstünlük verməsinə şərait yaradır. Baxın, hazır informasiyanı qəbul etmək deyirsə, elə mənim səhv variantım A variantıdır. Sorğu və araşdırma və bu sadaladığım təlim modelləri birbaşa tədrisi biraz çıxmaq şərti ilə. Bunların hamısı konstruktivizm yanaşması istəyir bizdən. Yəni, şagirdin özünün araşdırmasını, özünün öyrənməsini istəyir. Müəllim şagirdin inkişafını açıq şəkildə müşahidə edə bilir, doğrudur. Şagirdlər komanda ilə işləmə, ünsiyyət, problem həll etmə, dəyərləndirmə, təqdim etmə, burada tənqid etmə, təqdim etmə olmalı idi və s. inkişaf etdirməyə imkan yaradır. Şagirdlər cəlb olunduğu fəaliyyətlərdə həyati təcrübə bacarıqları əldə edirlər, doğrudur. Öyrənmə prosesi şagirdə maraqlı və mənalı gəlir. Bu da doğrudur. Amma A variantında hazır informasiya doğru deyil. 10-cu suala baxırıq. Müəllim Arximed qüvvəsi mövzusunda dərs planlayır. Müəllim əvvəlcə cisimləri havada yoxsa suyun daxilində qaldırmaq daha asan olar sualını verir. Müəllim şagirdləri suya batırılan cismə suyun itələmə qüvvəsi təsir edir fikrini ifadə etməyə istiqamətləndirə bilər. Bu dərsdə müəllimin yanaşması və dərs planlaması 5Y modelinin hansı mərhələsinə uyğun gəlir? Sorğu və araşdırma əsaslı təlim modelindən bəhs edirik. Artıq onu 5Y modeli şəklində biz həyata keçirdirik bu təlim modelini. Və burada əsas məsələ birinci müəllimin şagirdin bayaqlarda qeyd etdiyim kimi motivasiyasını qurmaqdır. Yəni, motivasiyanı düzgün qurmalıdır ki, şagird öyrənməyə maraqlı olsun. Yəni, ən birinci hissə odur. Bu da əvvəlcə deyir ki, müəllim sual verir, açıq sual verməlisən, şagirdlərin marağını cəlb edəcək bir sual verməlisən. Ona görə də biz bunu nə götürürük? Maraq, oyatma. Məqsəd şagirdlərin ilkin bilikləri ilə dərsin təlim nəticələri arasında əlaqə qurmaq, mövzuya maraq oyadaraq onları tədqiqata yönəltməkdir. 11. Təbiət dərsində müəllim ürəyin döyündüyünü necə müəyyən etmək olar? Sualı verir şagirdə. Şagirdlərin yeni bilikləri mənimsəmələri üçün fəaliyyət təşkil olunur. Bu məqsədlə şagirdlər əvvəlcə qruplara bölünür və fəaliyyətin mərhələləri izah edilir. Şarın ucu kəsilərək qıfın enli ağzını örtəcək şəkildə dartılır. Kəndirlə sıx bağlanılır. Plastik borular dərslikdəki şəkildə təsvir olunduğu kimi bir-biri ilə və qıfın digər ucuna birləşdirilir. Bununla ürək döyüntülərini müəyyən etmək və dinləmək üçün alət hazırlanır. Tapşırıq təfəkkürün hansı növünə aiddir? Təbii ki, uşaq yeni bilikləri mənimsəmək üçün bir yaradıcı iş görür, amma bu yaradıcı iş çox da yüksək bir yaradıcılıq tələb etmir. Yəni, sadə yaradıcılığa yönəlmiş fəaliyyət praktik təfəkkürə aiddir. Müəllim bərpa olunan enerji mənbələri mövzusunda dərs təşkil edir. Dərsin əvvəlində şagirdlərə böyük bir cədvəl paylanılır və onlardan mövzu haqqında bildiklərini yazmaq xahiş olunur. Daha sonra şagirdlər mövzu ilə bağlı öyrənmək istədiyi sualları qeyd edirlər. Dərs zamanı müxtəlif mənbələrdən məlumatlar təqdim edilir, müzakirələr aparılır. Sonda şagirdlər yeni əldə etdikləri bilikləri ümumiləşdirirlər. Hansı iş üsuludur? Gəlin birinci hansı iş üsulu haqqında olduğuna baxaq. Mövzu haqqında nə bilirsiniz, nə öyrənmək istəyirsiniz və sonda da biliklər ümumiləşdirilir. Deməli, bu hansı iş üsuluna aiddir, dəyərli müəllimlər? BİBÖ, düzdürmü? İndi biz buna aid olan fikirləri tapırıq. Əvvəlki təcrübəni nəzərdən keçirtmək var. İdarəetmə, öyrətmə bacarığı yoxdur. İdarəetmə, öyrətmə bacarığı təlim simulyasiyasındadır. Bir-birlərinin güclü və zəif tərəflərini qiymətləndirmək akvariumdan karuseldədir. Əvvəlki bilik və təcrübə ilə yeni bilik arasında əlaqə yaratmaq BİBÖ-də var. 1-i götürdük, 4-ü götürdük. Köhnə və yeni biliklərin xüsusiyyətlərini də öyrənəcək, 5-i də götürürük. 1, 4, 5, 12-də D variantı. 13-cü suala baxaq. Sosial intizam modelinə görə uyğunluğu müəyyən edir. Sosial intizam modeli Dreyfusun modelidir.
cəzanı rədd edir, əməkdaşlığı üstün tutur, tərifdən uzaq durmağı, təşviqi daha çox şagirdə nəyisə təşviq yolu ilə öyrətməyin tərəfdarı idi. Sosial intizam modelinə görə şagirdləri təriflədikdə onlarda egoizm yaranır və bunun əvəzinə biz onları hər hansı bir davranışa təşviq etməliyik. Bəli, tərif bir işin sonunda verildiyi halda təşviq işin gedişatı zamanı da verilə bilər. Ona görə biri götürürəm. Uşaqları tərif etmək istəkləri artırır. Bayaqlarda dedik, o tərifin yox, təşviqin daha üstünlüyünə baxırdı. Bu metodika cəza və ya mükafat olmadan əməkdaşlıq davranışını stimullaşdırmağı təklif edir. Bəli, cəza yoxdur, amma yanlış yazıldığına görə mən bunu da götürmürəm. Şagird mənfi davranış zamanı göstərdiyi qaydaları pozduğu halda ona hansı cəzaları edəcəksənsə ona xəbərdarlıq etmək lazımdır. Ümumiyyətlə sosial intizam modelində cəza və mükafat yox idi. Yəni bunu inkar edirdi. Davranışın bunlardan asılı olmayaraq dəyişdiyini vurğulamaq istəyirdi və onun ifadə etdiyi fikirlər də budur. Yəni Dreykus ancaq deyirdi ki, əməkdaşlıq edin, dinləyin, dərdlərini başa düşün, şagirdinizi anlayın. 1-4 A variantı bizim doğru variantımızdır. 14-cü suala baxaq, maraqlı sualdır bu sual. Taxta qaşıq, ipək parça, dəmir qapı kimi söz birləşmələri cümlə üzvü kimi təyin olsa da, aslı tərəf kimi sifət deyil, fikrini əsaslandırın. Burada bəzi müəllimlər əsaslandırmağı görüb, ya təhlil, ya dəyərləndirmək mərhələsini götürmək istəyirlər. Əsaslandırmaq elə bir feildir ki, 3 mərhələdə var. Anlamaqda, dəyərləndirməkdə, təhlildə. Dəyərləndirmək mərhələsində sən öz fikrini əsaslandırırsan. Təhlil etmək mərhələsində müqayisə edirsən, birini seçim edirsən, onu əsaslandırırsan və yaxud da başqasının dediyi fikri, nə demək istədiyini əsaslandırırsan. Müəllifin fikri, başqa bir insanın dediyi bir fikri əsaslandıra bilərsən. Anlamaqdakı əsaslandırma isə qaydalar üzərində baş verən əsaslandırmadır. Sən qaydanı bilirsən və o qaydaya uyğun fikrini əsaslandırırsan. Məsələn, taxta qaşıqdır, qızıl üzükdür, ipək parçadır. Bunun bir səbəbi var da, düzdür? Yəni nəyə görə təyindir, amma cümlə üzvü kimi biz onu təyin götürsək də onu sifət hesab etmirik. Bunun səbəbi var, sən sadəcə bildiyini əsaslandırırsan. Ona görə də bu anlamaq mərhələsinə aiddir. Yəni qaydalar üzərində əsaslandırma edirsənsə, konkret bu qaydadır da, bunu hamı bilir. Və buradakı əsaslandırmaq sadə əsaslandırmaqdır. Aşağı təfəkkür səviyyəsinə aid olan əsaslandırmaqdır. Davam edirəm. Uyğunsuzluğu bizdən istəyir. Gəlin baxaq. Sinif müzakirələri zamanı hər bir şagirdin öz fikrini bildirməsinə şərait yaratmaq lazımdır. Bununla da inklüziv mühit yaradırıq. Doğrudur. Universal öyrənmə dizaynı qabiliyyətindən və öyrənmə üstünlüklərindən asılı olaraq şagirdlərin müxtəlif qruplarda prosesə cəlb olunmasını təmin edir. Asılı olaraq yox, asılı olmayaraq olmalıdır. Yəni universal öyrənmə dizaynı elə bir yanaşmadır ki, bunu irəli sürən tərəfdarlar deyir ki, şagird öyrənə bilmir, yox, müəllim öyrədə bilmir fikri var. Müəllim əgər düzgün təqdim etmədir, motivasiyadır, cəlb etmədir, bunlardan istifadə etsə, şagirdin fəaliyyətində dəstək olsa, şagird öz fəaliyyətini necə aparacaq, yəni bir inklüziv yanaşma olsa, o şagird öyrənəcək. Deməli, kimya müəllimi suyun çirklənməsi və kimyəvi maddələrin ətraf mühitə təsiri mövzusunu tədris edərkən interaktiv dərs təşkil edir. O əvvəlcə şagirdlərin suyun tərkibindəki zərərli maddələri və onların miqdarını əks etdirən statistik cədvəl təqdim edir. Daha sonra şagirdləri qruplara bölür və müxtəlif regionlarda suyun çirklənməsinin canlılara, insan sağlamlığına və sənaye proseslərinə təsirini araşdırmalarını tapşırır. Qruplar təqdimatdan sonra oxşar problemlərlə üzləşən ölkələrlə müqayisə aparır və uyğun həll yolları təklif edir. Hansı fikir doğrudur? Şagirdlərin mövzuya dair məlumatlar toplaması müəllimə aktiv şagirdlərin hansı səviyyədə olduğunu görməyə şərait yaradacaq. Bu, mənim situasiyamla bağlı deyil. Məndə burada şagirdin fəaliyyətini əks etdirəcək bir situasiyadır. Ona görə də mən ona uyğun olanı tapmalıyam. Müəllimin şagirdlərə statistik cədvəl təqdim etməsi
inkluziv mühit yaratmaq baxımından faydalıdır. Əgər mən bir statistik cədvəl təqdim etmişəmsə, o demək deyil ki, mən inkluziv mühit yaratdım. Burada desəydi ki, müəllim həm cədvəl, həm qrafik, nə bilim, həm diaqram, həm şagirdə video slaydlar təqdim edəcək, bir neçə resurs təqdim edəcək, o zaman mən onu götürərdim ki, inkluziv mühit yaratdı müəllim. Amma bir dənə statistik cədvəl vermişəm deyə mən artıq inkluziv mühit yaratmalı, belə deyim də deyiləm. Yəni bu inkluziv mühit deyil. Müəllimin təşkil etdiyi fəaliyyət şagirdlərdə analitik düşünmə, daha sonra səbəb-nəticə əlaqələrini müəyyən etmə, problem həll etmə bacarıqlarını inkişaf etdirəcək. Bəli, C variantı doğrudur. Sorğu və araşdırma təlim modelinə əsasən şagirdlərin nəzəri biliklərini tətbiq etməsinə şərait yaradır ki, onların akademik nailiyyəti daha da yüksək olsun. Birinci bizim heç situasiyamız sorğu və araşdırma deyil. Məsələn, problem həll etmə ola bilər, çünki təqdimat aparacaqlar və həll yolu təklif edəcəklər. Sorğu və araşdırmada məhsul yoxdur. Axırda bir həll yolun yoxdur. Sorğu və araşdırma yalnız öyrəndiyini gedib nəzəri biliklərini gedib həyatda tətbiq edərək, təcrübə keçirərək öyrənirsən. Ona aiddir. Deməli, oyun əsaslı öyrənmə də deyil bu. Y variantında üstündən xətt çəkirik. Sosial-emosional öyrənmə ilə bağlı hansı fikri doğru hesab etmək olmaz? Sosial-emosional öyrənmə MİQ müəllimlərinə də düşə bilər, sertifikasiya müəllimlərinə də düşə bilər. Son illərin ən trend, belə deyim, suallarından biridir. Həm də artıq biz bunun haqqında daha çox təhsildə eşitməyə başlayırıq. Sosial-emosional öyrənmə təhsil prosesində şagirdin təkcə akademik nailiyyətlərinin deyil, onun sosial bacarıqlarının, insani keyfiyyətlərinin də artmasına səbəb olur. Şagirdin özünü tanıması, idarə etməsi, insanlarla ünsiyyət qurması, empatiya yaratması, qərarlar qəbul etməsi onun həqiqətən də hərtərəfli bir şəxsiyyət kimi formalaşmasına səbəb olur. Valideynlərlə əməkdaşlıq etmək lazımdır. Müəllimin özündə də sosial-emosional öyrənmə olmalıdır. Valideynlərdə də bunu reallaşdırmaq lazımdır və təlim prosesində şagirddə də formalaşdırmaq lazımdır. Hətta artıq sosial-emosional öyrənməni şagirddə formalaşdırmaq üçün illik planlamamıza fəaliyyətlər də biz əlavə edirik ki, onu reallaşdıra bilək. İndi bizdən nə istəyir? Doğru hesab edilməyən fikri istəyir 17-də. Deməli, deyir, şagirdlərdə sosial-emosional öyrənmənin formalaşmasında bioloji amillərin rolu var. Müəllimlər, irsiyyətdir, bioloji amilin rolu yoxdur. Sosial-emosional öyrənmə birbaşa şagirddə formalaşdırılacaq bir fəaliyyətdir. Onun irsiyyətlə heç bir əlaqəsi yoxdur. Elə səhv olan A variantıdır. Məsələn, baxın, B variantında şagird emosiyalarını idarə etməyi öyrənəcək, akademik uğur əldə etmək üçün də motivasiya olacaq. Təkcə akademik desəydi səhv götürərdim. Motivasiya olacaq deyir. Sosial-emosional öyrənmə qeyd etdiyim kimi akademik nailiyyətlərini artırır şagirdin. Sosial-emosional öyrənmənin sinif mühitinə inteqrasiya edilməsi şagirdin özünün, yoldaşlarının mövqeyini nəzərə alaraq seçim etməsinə şərait yaradır. Doğrudur. Müəllim şagirdlər və həmkarları ilə əlaqədə effektiv ünsiyyət, empatiya nümayiş etdirmək üçün şagirdlərə rol model olmalıdır. Bəli, ona görə bayaq dedim ki, sosial-emosional öyrənmə birinci müəllimin özündə olmalıdır. 18. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Baxaq. Təsviri sənət dərsində şagirdlər müasir texnologiyalardan istifadə edərək yeni dizayn nümunələri hazırlayır və yaradıcı ideyaları tətbiq edir. Bu savadlılıq kompetensiyasına aid deyil, uyğunluğu istəyir bizdən. Məsələn, texnologiya aid ola bilər. Ədəbiyyat dərsində şagirdlər milli irs nümunələrini ölkə daxilində və xaricdə qorunmasının müsbət və mənfi tərəflərini müzakirə edirlər, mövqelərini əsaslandırırlar. Savadlılıq kompetensiyasıdır. Şagirdlər müəyyən bir problemi həll etmək üçün qurğu hazırlayırlar, onu planlaşdırırlar və tətbiq edirlər. Bəli, bu texnoloji kompetensiyaya, mühəndislik kompetensiyasına aiddir. Şagirdin qurğu hazırlaması, həmin planı tətbiq etməsi. D variantında həm milli, həm bəşəri dəyərlərin əhəmiyyətini dərk etmək mədəni müxtəliflikdir.
Musiqi dərsində müzakirə zamanı şagird həm öz fikrini, həm də yoldaşlarını dinləyirsə, bu da şəxsi sosial öyrənməyi öyrənməkdir. Çox dil bilməyə aid deyil. Doğru variantımız C variantı oldu burada da. Dərs prosesində müəllim şagirdlərə tədqiqat xarakterli tapşırıq verir. Hər bir şagird problemi müstəqil şəkildə araşdırmalı, səbəb-nəticə əlaqələrini müəyyən etməli, həll variantlarını təklif etməlidir. Müəllim mənbəni müəyyən edərək şagirdləri resurslar təmin edir. Bu yanaşma hansı pedaqoji prinsipə ziddir? Bax, bu sözü gördüksə, biz variantlara baxmırıq. Birinci özümüz tapırıq ki, məsələ söhbət nədən gedirdi? Müəllim burada harda səhvə yol verdi? Çünki bizdən zidd olanı istəyirsə, biz variantda doğru olanı tapmalıyıq. Dərs prosesində müəllim şagirdlərə tədqiqat verib. Baxın, uşaq tədqiqat nədir? Araşdırma aparacaq. Hər bir şagird problemi müstəqil şəkildə araşdırmalıdır və həll variantları təklif etməlidir. Müəllim mənbəni də müəyyən edir. Resursu da şagirdə verir. Yəni, müəllim şagirdin müstəqil iş görməsinə şərait yaratmadır. İndi deməli, müəllim şagirddə belə deyim də, konstruktivizm yanaşmasını pozdu. Şagird özü axtarmalıydı, araşdırmalıydı, özü tapıb gətirib nəticəsini təqdim etməliydi. Müəllim şagirdlərdə müəyyən bacarıqlar formalaşdırmaq üçün əvvəlcə onlara lazımi anlayış və simvolları izah edir. Bu, deməli, A variantı səhvdir. Mən yenə də deyirəm, elə bir variant tapmalıyam ki, o variantımızda şagird özü getsin, müstəqil bir işi araşdırsın. Çünki şagirdin müstəqil fəaliyyətinə xələl gətirdi müəllim. Mənbəni də verdi, resursu da verdi. B variantı qarşılıqlı öyrənmə mühiti yaratmalıyam. Bu da mənim situasiyama aid deyil. Şagirdlərin fərdi xüsusiyyətlərini, potensiallarını nəzərə almalıyam. Bu da mənim situasiyama aid deyil. Dərsin sonunda refleksiya təşkil etmək buna aid deyil. Müəllim şagirdlərə eksperiment aparmağı və nəticəni müşahidə edərək fikirlər formalaşdırmağı sövq etməlidir. Bəli, baxın, 19-un əksi Y variantındadır. 19-da müəllim əslində onu vermişdi, amma əməl etmədi. Y variantında isə müəllim əməl edib. Davam edirəm. Verilənlərdən hansı müəllimin əsas funksiyasına aid deyil? Şagirdin müstəqil öyrənmə bacarığını formalaşdırmaq və təşviq etmək. Bəli, bu müəllimin əsas funksiyasıdır. Çünki müəllim şagirdin bilik və bacarığını inkişaf etdirmək üçün onu təşviq etməlidir. Tədris prosesində hər şagirdin fərdi inkişafını nəzərə almaq. Bəli, bu həm diferensiallığın, həm təlimdə bərabər imkanların, həm inklüzivliyin reallaşmasıdır. Şagirddə mənəvi və sosial dəyərlər formalaşdırmaq, bəli, müəllim təkcə bilik ötürən tərəf deyil, müəllim şagirdin şəxsiyyət kimi yetişməsinə kömək etməlidir. Şagirdlərin dərs vaxtında keçdiklərini yadda saxlamasını təmin etmək. Bəli, D variantı mənim səhv variantımdır. Bugün bir müəllim kimi bizim məqsədimiz şagirdin təkcə hafizəsini inkişaf etdirmək deyil, yadda saxlamaq hafizəyə yönəlik bir təlimdir. O da artıq müasir dövrdə qəbul olunmur. Yəni, biz müasir dövrdə şagirdin praktik bacarıqlar qazanması, müstəqil öyrənməsini, tənqidi təfəkkür, yaradıcı təfəkkür, problem həll etmə və s. bu kimi yüksək səriştələri şagirdlərdə formalaşdırmağa çalışırıq. Yəni, şagirdin bugün bir məlumatı yadda saxlaması mənim müəllimlik funksiyama, yəni ən əsas müəllimlik funksiyama aid deyil. Deməli, 20-də D variantı bizim səhv variantımız oldu. Belə dəyərli müəllimlər, testimizin izahı bitdi. Əgər sizə bu test yararlı oldusa, faydalı oldusa, nəsə öyrənmiş oldunuzsa, o zaman videonu bəyənin, gözəl rəylərinizi yazmağı unutmayın sonda. Sizin rəyləriniz bizə motivasiya verir. Bu tipli sınavların sayı imtahana yaxın daha da çoxalacaq. Və mən 35 günlük sertifikasiya qrupu haqqında da məlumat vermək istəyirəm. Çünki çox önəmli bir qrupdur. Sertifikasiyaya hazırlaşan müəllimlər, əgər hələ də özünüzü hazır hiss etmirsinizsə, tam-tamına 35 gün ərzində sizə proqramı asan, sadə şəkildə çatdırmaq imkanımız var. Ona görə də 055 527 25 99 nömrəsinə mesaj yazın. Həmin qrup haqqında məlumat almağa tələsin. Yerlər məhduddur. Və əlavə olaraq qeyd edim ki, MİQ qrupları üçün də son
şans qrupudur bu. Yəni sürətli şəkildə proqramı təkrar etmək, qəbul səviyyəli sınaqlar işləmək istəyirsinizsə, o zaman siz də 055 527 2599 nömrəsinə mesaj yazıb dərslərimizə qoşula bilərsiniz. Sağ olun müəllimlər, növbəti dərslərdə görüşərik.